Bundan bir əvvəlki videoda Quranın gələcəkdə kəşf edəcəyimiz texnologiyalara açıq-aydın işarə etdiyini göstərmək üçün 3 fərqli örnək verdik. Dördüncü örnəyə keçəcək olsaq, Nəml surəsi 16-cı ayədə Süleyman, ey insanlar, bizə quş dili öyrədildi deyə bir ifadə işlədilir. Ayənin zamanımıza olan təsirinə baxsaq, biz insanlar bəyəm zamanla Həzrəti Süleymanın möcüzəsinin kiçik bir örnəyini yaşayırmış kimi quş dilini öyrənmədiyimi, ayə sanki bizə insanlar gələcəkdə quşların dilini bilirmiş kimi quşlardan istifadə edə bilərlər deyir ki, hansı ki istifadə edirik. İlk başda quşların dilini bilirmişik kimi uzaq məsafələrdən mesajlarımızı göndərməyə onlara öyrətdik. Bu mesajlaşma ağlımıza bir qapı açdı. Dedik ki, aha, deməli uzaq məsafələrdən bir-birimizlə danışa bilərik. Uzaq məsafələrdən mesajlaşma düşüncəsi ilk quşlardan başladı. Sonra yerini radiolara verdi. Ardınca ev telefonları və hal-hazırda hər an, hər yerdə istədiyimiz kəslə danışa biləcəyimiz cib telefonlarımız ilə son nöqtə qoyuldu. Ümumən Qurana baxsaq, əsasda Nəml surəsinə diqqət eləsək, Həzrəti Süleymanın tək bir heyvanı yox, ümumən heyvanların dilini bildiyini və onların qabiliyyətlərini kəşf edib öz işlərində bu heyvanları işlədə bildiyini görmüş olarıq. Sanki bu ayələr insanlara bir hədəf göstərilmiş kimi, ey insanlar, heyvanların qabiliyyətlərini gələcəkdə kəşf etsəz, onları öz işlərinizdə çalışdıra bilərsiniz deyir. İndi məsələn dövrümüzə baxın, ayələrin dediyini yaşayırmış kimi öz işlərimizdə istifadə etmədiyimiz heyvan qalmayıb. Məsələn, itlərin dilini öyrənmişik. Həssas qoxu alma bacarıqlarına görə onları cinayətlərdə və ya hər hansı zərərli maddəni tapmaqda istifadə edirik. Bundan başqa ipək böcəklərinin dilini öyrənmişik. Onların bacarıqlarından istifadə edərək geyimlərimizi təmin edirik. Məsələn, delfinlər hal-hazırda axtarış xilas etmə qrupu ilə birgə insanların həyatını qurtarırlar. Arılar qurduğumuz qablarda birbaşa bizə bal istehsal edirlər. Sıçanları mina tapmaqda istifadə edərkən toyuqların başını kamera sabitləyicisi kimi işlədirik. Bundan başqa kəpənəklər, yarasalar, köpək balıqları, fillər, bayquşlar, qartallar kimi minlərlə heyvanı hansı işlərdə istifadə etdiyimizi araşdırsaq, hər birindən bir məqsəd üçün istifadə etdiyimizi görərik. Yəni qısaca Allah bir növ Süleyman peyğəmbərin əli ilə bütün heyvanları biz insanlara müsaxxar etdiyini göstərir. Həzrəti Süleymana quş dilinə öyrətdiyi mənasında olan ayət-i kərimə bəşərin kəşfiyyatından radio, papağan, göyərçin kimi alət və heyvanların konuşmalarına və mühüm işlərdə kullanılmasına məhazdır. 6-cı olaraq Quranda Həzrəti Yunus peyğəmbərin həyatına baxsaq, öz qövmünün onu gəmidən atmasından və bir balığın onu udmasından bəhs olunduğunu görərik. Beləliklə Yunus özünü qınayarkən balıq onu uddu. Əgər o Allahı təsbih edib ucaldanlardan olmasaydı, mütləq insanların dirildiləcəyi günə qədər balığın qarnında qalardı. O anda biz onu xəstə bir halda sahilə atdıq. Bu ayələrə baxanda görmüş oluruq ki, Həzrət Yunus uzun müddət balığın qarnında sağ qalır və Allahın izni ilə sağ qurtulur. Deməli, Həzrət Yunus peyğəmbərin başına gələn bu hadisə ilə Allah bizə onu göstərir ki, əgər çalışsaq Yunus peyğəmbərin möcüzəsinə yaxınlaşıb dənizlərin, okeanların altında uzun müddət sağ qala biləcəyimiz texnologiyalar icad edə bilərik. Hansı ki etdik. Yunus peyğəmbəri udub okeanın altında sağ gəzdirən balıq bu gün sualtı gəmi olub okeanların dərinliklərinə bizi sağ-salamat aparır.